Kürdəmirdən olan fermerlər hər il çərşənbələrin sonuncusu olan ilaxır çərşənbədə də bir yerdə toplaşır və baharın gəlişini özlərinə məxsus qaydada qeyd edirlər. Burada onlar təbiətin qoynunda bir araya gələrək süfrə açır, milli təamlarımızı hazırlayır, tonqal qalayır, at sürür və Novruzun son çərşənbəsi olan ilaxır çərşənbəni xüsusi təmtəraqla qeyd edirlər. Bu adət-ənənə fermerlər arasında illərdir ki, davam edir və onlar hər bir araya gələrək sanki bir-birlərinə hesabat verirlər. Biz də bu dəfə çəkiliş qrupumuzla onların qonağı olub bu işin bu peşənin sirləri barəsində onlardan öyrənməyə çalışdıq. Onlardan çobanların dostu olan itlərdən və sürdükləri atlardan xəbər almağa çalışdıq. Fermer Mütəllim Mahmudov bildirdi ki, çobanın ən yaxşı dostu və qoruyucusu onun vəfalı itləridir ki, sürüyə canavar hücumu zamanı bu itlər sürünü yırtıcılardan qoruyur. Fermerlər deyir ki, kanqal növündən olan bu itlər həm güclü, həm dözümlü, həm də çox etibarlı olurlar. Adları ilə məşhur olan Şirvan atları isə onların minik vasitələridir ki, çobanlar sürünün qışlaqdan yaylağa köçü zamanı bu atlardan geniş istifadə edirlər. Fermerlərin təbiət qoynunda təşkil etdiyi ilaxır çərşənbəsi bizdə xoş ovqat yaratdı. Əsas amil bizim bu itlərimizdir ki, kanqal sosialitlər saxlayırıq ki, bizim fermada heyvandarlarımızı qorumaq üçün canavardan, qurtdan, quruşdan, yəni belə deyirlər. Onların rolu nədən ibarətdir? Onların rolu ondan ibarətdir ki, yırtıcı heyvanlardan, quşdan qoruyurlar da bizim heyvanlarımızı onunla bağlı. Çobanların dostu sayılır da bu. Əlbəttə, çobanların sağ əli demək olar bunlar ki, yəni çobanlara kömək eləyəsi bir heyvandır ki, biz onu saxlayırıq, onlara güvənirik, kanqal sortudur deyənə kanqallar fermada çobanlara çox yaxın mehriban, istinişən heyvan. Bayram axşamında, çərşənbə axşamında bizim yaxşı atlar yetişdiririk. Azərbaycanda hamı bilir ki, Şirvan atlarının başqa bir rolu var. Yəni yaxşı yeriyən atlardır. Yaxşı yorğu atlarımız var bizim. Yəni bunlardan nəsil istifadə edirsiniz? İndə kimi özümüz üçün, yəni minmək üçün çobanlara kömək məqsədi ilə, yəni yükümüzün dağa gedəndə, gələndə, dağa yaylağa arana gedəndə, həm heyvan otarılmasında çobanların mini kimi istifadə olunur. Xalqımızın milli bayramı olan Novruzun gəlişi, torpağın dirilişi, ağacların çiçək açması, insanların sevincinə səbəb olan amillərdir ki, cəmaət bu bayramı səbirsizliklə gözləyir və sevinclə qarşılayırlar. Biz də həmişə arzu edirik ki, qalib xalqımız, qalib dövlətimiz həmişə var olsun, başı ucu olsun, ölkəmiz daim əmin-amanlıq içində olsun. Bayramınız mübarək, əziz həmvətənlər. Aqil Əsədov, Musa Qəmbərov, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.